Bəli, əziz dostlar, bu gün 17 müşavirələrin plyonkalayıram. Bizə lazımdır plyonka, suş, bakir, lezva. Ən birinci ilk növbədə şüşəni suluyursan, sonra əskini silirsən. Sonra birinci plyonkanı çöldən vurursan ki, plyonkanın ölçüsünü götürəsən. Vurandan sonra da sərgəli şəkildə kəsirsən. Sonra plyonkanı qopardıb içərdən yapışdırırsan. İçərdən yapışdıranda da yenə də sulamaq lazımdır ki, yaxşı yapışsın. Maşını plyonkaladım, bir dənə balaca fortskaya alıb indi oran deyirəm. Biraz 07'nin arxa şüşəsi ovaldı deyənə buranı yaxşı eləyə bilmədim, hava qaldı biraz. Künclərə hava yığıldı qaldı, nə qədər elədim çıxmadı. Belə amma yan şüşələr çox qəşəng çıxdı. Plyonka həqiqətən də maşın çox dəyişir. Maşın əməl başlı vida gəldi plyonka vuran kimi. Real həyatda, küçədə, zadda görəndə sıracı hiss eləyəcəksiniz ki, bu odur. Bu özüdür.